Çox yaxşılar var xalqın içində. Camaat onların üzünə çörək yeyir. Allah yerdən ruzunu onlara görə nazil eləyir. Atəş parçasıdırlar. Biri təklikdə bir ümmətdir hərəsi. Hər birimizin belə olmaq şansımız var. Belə olmaq fürsətimiz var. Hər birimizin. O insanlar Allahın munisləridir, Allahın həmsöhbətləridir, Allaha yaxınlardır. Onlar cəmiyyətin yükünü çiyninə götürür. Onlardan çox olsa, pislər yaxşı olar, yaxşılar daha yaxşı. Seçilmişlərdən olaq, əsas insanlardan olaq, üstünlərdən olaq. Sən bir ömür verilmiş şeylərə görə təşəkkür elə, verilənlər artacaq. Bizim ibadətimiz nədir? Hey, gələcəkdə nəsə artsın, deyə şey eləmə. Artıq olan şeylərə görə təşəkkür elə, gələcəkdəkilər öz-özünə artacaq. Lə in şəkərtum lə əzidənnəkum. Siz şükür etsəz, biz artırarıq. Sən verdiyinə minnətdar ol, o razı qalacaq səndən. Sevgin artacaq, nemətlərin çoxalacaq. Yoxsa bizim dualarımız budur. Hey, nəsə istəyirik ondan. Şükürlə deyib başda duanı. Ki, mən səndən razıyam, könül dolusu minnətdaram. Artıq mən varam, məni yaratmısan, məni bəxş etmisən, yaşayışı vermisən.